Hər vaxtın xeyir olsun. Bizim o Çovdar kəndindən bağlı, Kəlbəcərə aid Çovdar kəndindən məktəb var. Onun bağlanmağına bağlı, ümumiyyətcə də o Çovdar məsələsi dolayı yolla törədilmiş soyqırımdır da, belə deyək. Təhsil adı altında törədilmiş soyqırımdır. Ki, ora komissiya gəlir, nə bilim, maliyyə komissiyası. Nə maliyyədir? Bu dolayı yolla törədilmiş soyqırımdır. Nə komissiyadır ora? Yalandan baş alladılar bunlar. Bu arada indi hər halda icra başçısı olsun, digər aidiyyatlı qurumlar olsun, bir tədbir görsün bu barədə. Burada uşaq baş almadırlar. Maliyyə komissiyası. Nə maliyyə komissiyası? Tutaq ki, Qəbələdə olan məktəbi götürsün, aparsın Ağdaşa. Mən özüm Qəbələdə olam. Məcburdur ki, vətəndaş da köçüb gedir. Bu iş yerindən təmin edə bilir onu. Vətəndaşı Çovdar kəndində olan məktəbi köçürür, gətirir Gəncəyə. Daşkəsən Çovdar kəndində olan məktəbi köçürür, gətirir Gəncəyə. Bu müharibə vaxtı qaçıb başını gizlədənlər gedib Çovdarı xaraba qoyur. O Tariq Asımlı kimi oğlanlar əlində qumbara erməninin səngərinə tullanır. Bu müharibə vaxtı qaçıb başını gizlədən tülkülər də gedib Çovdarı xaraba qoyur. Nəsə indi bu barədə bir tədbir görmək lazımdır. Tədbir görülməsə gərək mən özüm görəm. O da o ki qaldı mən özüm tədbir görməyə. Dolayı yolla hüquq-mühafizə orqanlarından istifadə edib polisləri də bezdiriblər bunlar. Dolayı yolla polisləri də hörmətsiz eləyirlər. Əlahdan elə tələ qururlar, elə hiylə qururlar ki, polisləri də hörmətsiz eləyirlər bunlar. Nədir bu belə? Belə olmaz axı. Bu dolayı yolla törədilmiş soyqırımdır bu Çovdar məsələsi. Kəlbəcərlərin soyqırımıdır bu. Cev Kəlbəcərə aid məktəb var, Çovdar, Daşkəsən Çovdar kəndinin. Oraları xaraba qoyur. Ümumi Kəlbəcər təhsili bu vəziyyətdədir. Mən özüm Qəbələdə olam. Qəbələdə Zarağan 2 məktəbi xaraba qalmış kimi bir şeydir. Bu Zarağan 2 məktəbindən gedibdir. Təhsil sektorunu müdür təyin ediblər. Kəlbəcər təhsil sektorunu müdür təyin ediblər. Kəlbəcər təhsil sektorunun müdürünü. Bunun hansına aliyyəti olub Qəbələdə? Bunu aparıb ora ki, Kəlbəcər təhsil sektorunun müdür qoyurlar. Bu da gedib Çovdar kəndini xaraba qoyur. Ya bütün Kəlbəcər təhsilini xaraba qoyur. 100 minlik Kəlbəcərdən bəlkə 60-70 mini qalmayıb. Biraz müharibə vaxtı ittibat oldu, getdi, dağıldı xaricə. Biraz indi bu dolayı yolla nətər deyimi, pis günə salıbdır millət. Nəsə bu barədə bir tədbir görmək lazımdır. Dolayı olmaz belə. Mən vətəndaş, bu belə olmaz axı. Tədbir görmək lazımdır buna. Mən görməsələr də gərək mən özüm tədbir görəm. İndi asıl mən özüm tədbir görəndə pis tədbir görəcəm. Sonra deyəcəklər adiyyatı qurumlar hara baxırdı. Vaxtında bir tədbir görün, olmaz belə. Olmaz belə. Dolayı yolla törədilmiş soyqırıma bir tədbir görmək lazımdır. Cəmaatı kəndə qaytarmaq lazımdır. Kompensasiyasını verib kəndə mal, heyvan, bir yan cəmaat satıb pis vəziyyətdədir bu dəqiqə cəmaat. O gecə acıqdan uşaqlar, nə bilim nəsə də çox danışmaq istəmirəm. Tədbir görüb cəmaatı kəndə qaytarmaq lazımdır. Çovdar kəndinin cəmaatını. Maliyyə komissiyası. Nə maliyyə komissiyası? Uşaq başalladırsan, orada maliyyə komissiyası gətizdir. O ki qaldı o kəndin cəmaatına, o kəndin cəmaatı bunun hər tikəsini bir dağa dağıdarıb, hüquq-mühafizə orqanlarından istifadə edib, dolayı yollarla. Bunlar milləti əzirlər. O kəndin cəmaatı bunun hər tikəsini bir dağa dağıdarıb, bunun özünün yox, bunun nəslinin hər tikəsini bir dağa dağıdarıb. O kəndin cəmaatı, həmdən o Çovdar kəndinin cəmaatı, Kəlbəcərlə yaşayır o Çovdar kəndinin. Olmaz belə, bir tədbir görmək lazımdır.